yaş hamili elədi ki, insanların beyin hüceyrələri var da. Yaş hamildə bu unutqanlıq filan, demensiya filan baş verir. Ola bilsin unutub. Yəni yenə deyirəm, baxın, mən çox sevinərəm ki, sahiblənsinlər. Onlar da, o birisilər də, məsələn, biri deyirdi, mən administrasiyaya getmirəm, biri deyirdi, mən filan yerdə görüşəcəm, biri deyirdi ki, Tural ilk görüşülən partiya biz idi, AK Partiyadır. Şöbənin rəhbəri Ədalət Vəliyev dəvət elədi, biz də məmnuniyyətlə getdik, çünki dövlət çağırır. Və biz, Sevinç xanım, bu məlumat media çıxandan sonra aylarla, bax, bu indi diyaloqa sahiblənmək istəyən adamların hücumunun qarşısında durduq ki, qardaş, biz alverə getməmişdik. Orada biz alver eləmirdik, orada siyasətdən danışırdıq, partiyalardan danışırdıq, iqtidar müxalifət münasibəti. Bizi ittiham edirdilər satqınlıqda, alverdə, hakimiyyətlə əlbir olmaqda. Hətta baxın, avtobus müxalifəti sözünü bunlar çıxartdı. Bunlar çıxardı avtobus müxalifəti. Və nədir avtobus müxalifəti? Avtobusa minib gedib Fransa səfirinlə görüşməmişik, Polşaya getməmişik, Petrosyanla görüşməmişik. Petrosyanla görüşüblər adamlar, müqavilələri var. Petrosyanla eyni yerdə imzaları var, işğalçı Petrosyanla. Bu normaldır. Amma müxalifətin gedib öz dövlətinin aidiyyatı qurumundan görüşü xəyanət idi və dövlətin avtobusuna minib, dövlətin məmurlarından xalqın ümumi qələbəsi sayəsində əldə olunan o torpaqlara getmək olub avtobus müxalifəti. Hələ biri də var. Deyir, mən o torpaqlara getməmişəm, ona görə ki, mən icazə ilə getmək istəmirəm. Bu arada deyirlər, Ağdama gedənə də qatar müxalifəti deyirlər. Yəni, bax, görürsünüz, bu məsələ, biz bax, bu sözü kim çıxardı? Deyir, sən vurmadın, mən yıxılmadım. Nətər çıxdı bu söhbətdə? Kim çıxardı bu söhbət? Niyə getməmişsin indiyə qədər ora? Düzdür ya, gedərdinizdə bu Qarabağda ümumi məsələdir. Sabah yapma. Portal ümumiyyətlə icazə verməyə bilər, elə şey yoxdur. Portal zaten mexaniki bir şeydir. Yazırsan və yer olanda icazə də verilir. İki partiyadır da, mən adlarını çəkib təbliğat eləmək istəyirəm. Biri dedi ki, biz avtobusa minib getməyəcəyik. Sonra getdilər, bilet aldılar və biletə görə də xahiş elədilər, onu gizlədilər. Yenə avtobusla getdilər. Sadəcə olaraq biz güvənli kütlədən fərqliyik. Öz avtobuslarla getdilər. Bu şey Adnan kimi də, bu eyni markadır. Burada Bulqar yazılanda bir 600 al. Biz başqa getdik. O birisi də deyir ki, mən icazə ilə getməyəcəm. Rəhmətliyin oğlu, hamı 49 yaşında dünyasını dəyişdi. Sən gedib çıxa biləcəksən oralara icazəsiz vaxtlar. Orada minalar var, hələ tam formalar. Necə açıb buraxmaq oları? Necə açıb buraxmaq olur? Sənin qərargahına icazəsi girmək olmur. Sən o boyda Qarabağa necə icazəsi gedəcəksən? Düzdür? Ya bu nə təfəkkürdür? Bu qara güruhluq mən demirəm. Sizdən fərqlənməkmi? Yəni biz bir başqa daha sərt müxalifətlik, radikalıq. Onlar isə dırnaqarası müxalifətdir. Burada məsələ belədir də, 26 partiya var. İkisi tutaq ki, prosesə qoşulmaq istəmir, 24-ü prosesdədir. Amma mən sizə bir şey deyim. Bax, o ikisindən eyni proses geçsəydi diyaloq və 24-ündən getməsəydi, bunlar yenə də o prosesi davam eləyəcəklər. Tək biz fərqlənək, biz fərqliyik, biz göydən düşmüşük, zəmbillə düşmüşük, biz başqayıq, biz, qardaş, siz siz neyin? Mən sevinirəm ki, indi o vaxtki addımlarından utanırlar. O vaxtı bu prosesi gözdən salmaq, qaralamaq, orada diyaloqda iştirak edən partiyaları vətənə xəyanətli ittiham eləməklərindən utanıb, indi prosesi sahiblənmək istəyirlər. Qoy halal xoşlar. Bəli, ilk təklifi də elə onlar verin. Onlar görüşüb, onlar gedib, eşq olsun. Yəni, tək səhvlərini başa düşsünlər. Mən sizə bir şey deyim, Sevinç xanım. Mən gəlirəm də bu studiyaya. Siz mənə öyrətmirsiniz ki, nə demək lazım, nə demək lazımdır. Düzdür ya yox? Niyə gəlmirlər? Təbii ki. Düzdür? Və baxın, buranı qoydum qıra. İndi getdikləri studiyalar var. O studiyalara belə getmirdilər. Mən indi adlar çəkməyim, kimlər gedib başa salıb ki, kişi. İndi səl çəkmirlər, hətta gedib koridorda oturub gözləyirlər ki, işıq yansın, gedim oturum. Bəs yaxşı, bizim o zaman bu sizdən qabaq bu yolların düz olduğunu bilərək getdiyimizə görə tənqid eləyirdinizsə, indi gəlin sağ ol deyin də. Gəldiniz biz deyənə, hə? İndi gəldinizsə, onda qardaş keç arxa. Yəni bu məsələni mən elə qiymətləndirirəm ki, deriz səhv imiş, peçati işdən biri götürüb keçib bu tərəfə, təbrik eləyirəm. Gec də olsa başa düşürlər, amma dərd orasıdır ki, məsələn deyir, həkimin səhvi insanın həyatına başa gələr. Müəllimin səhvi bir nəslin və siyasətçilərin səhvi də baxın bir millətin, dövlətin taleyinə bais olur. Tək bu xalqın günahı deyil. Mən baxıram məsələn çıxış eləyir. Bu qiymət artımı insanlar deyir, biz xalq olaraq qalxmadıq, belə eləmədik, filan eləmədik. Ona görə xalq bilirsiniz bir nə deyim, bir elə bilin ki, gildir. Onu şəkil verən siyasətçilərdir. Eyni xalq, məsəl üçün deyək, Hitlerin dönəmində Almaniya xalqı
dünyanın ən faşist xalqı idi. Uşaqları diri-diri qaz kameralarında öldürürdülər. Hə? Hitler indi- öləndən sonra eyni xalq indi dünyada ən humanist xalqlardan da it pişik hüquqlarını qoruyurlar. Məsəl üçün də, ya bizim özümüz də eyni xalqıq. Məsələn, bəlli bir dönəmlərdə Ermənistana məğlub olduq, amma eyni xalq yenə bəlli dönəmlərdə qəhrəman. Yəni bu məsələlərdə də siyasətçilərin səhvi xalqın, dövlətin, millətin gələcəyinə birbaşa təsir edir. Və biz belə təsadüfi, bir çox təsadüfi siyasətçilərin də gəlib siyasi arenada yer tutmağına imkan verməli deyil. Baxın, bizim insanlarımız ona fikir verməli. Məsələn, heç diplomu olmayan, təhsil olmayan həkimi evlərinə buraxıb ən əzizlərinin xəstəliyini müalicəyə icazə verərlər. Verməzlər də. Deyirlər ki, sən nə qalmırsan ki, nə? Bax, siyasət belə olmalıdır. Deməli, xatırlatmalısan ki, sən səhv eləyir. Demək, sən orada o strateji səhv eləmisənsə, 5 il sonra bu insanların dediyinə gəlmisənsə, demək, sən 5 il dalda gəlsən də, sən qıraqda dur, qoy cəmaət gəlsin, işini görsün. İzah elə bilin bu məsələlər. Yəni, bu da vermiş olduğunuz cavabdır deyək. Çünki bu hal-hazırda mətbuatda ən çox müzakirə olunan və sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biridir. İlk gündən etibarən o ki, o protest başlayandan bəri, dialoq başlayandan bəri bu gedir, bu söhbət, kateqoriyalaşdırma və s. və indi də məlum olur ki, sən demə dialoq İndi sahib durmaq istəyirlərsə, xoşdur. Yəni yenə deyirəm, düzdür, biraz ola bilsin unutqanlıq zad, yaş zad məsələsidir. Biraz da stres baxır ki, sağ sol biz qaldı belə.